Həyatın gözəllikləri bilirsiniz nədir? Həyatın müəmmaları. Çox şeydən xəbərimiz yoxdur. Müəmmadır. Bizim üçün qaranlıq məqamlar çoxdur. Mən bir dənə bağışlayın, çox sadə misallar çəkirəm. Bu məclisdə gənclər çoxdur deyə gənclərə uyğun misallar çəkəyim. Məsələn, voleybol oyunudur. Topu atırsan, o da o tərəfdən atırsan. Baxırsan, top hansı səmtdən gəlir, vurursan. Birdən qarşı tərəfi görməsən, sənlə oynayan kimdir, qarşı tərəfi görməsən, bilmirsən ki, top əvvəl hardan gəlir. Gözləmədiyin yerdən birdən bu yandan, birdən o yandan qarşı tərəfi görmürsən. Oynadıqca yavaş-yavaş alışırsan, qarşı tərəfin xasiyyətlərini bilirsən. Hansı məqamda hardan vurur topu. Başlayırsan yavaş-yavaş onu tanımağa. Allah pərdə arxasında belə davranır bizi ilə. Pərdə arxasında gizlidir, müəmmalarla dolu həyatdır. Yaşadıqca yavaş-yavaş onu tanımağa başlayırsan. Yavaş-yavaş bir hissəsi kəşf olunur sənin üçün, sonra bir hissəsi Allah pərdələri çəkir. Bundan gözəl nə ola bilər? Gör nə qədər zövq alır insan. Həyata belə bir həqiqi və mənalı və əyləncəli bir oyun kimi baxsın insan.